Aprelin 8-i tarixində Dövlət İmtahan Mərkəzi keçirilən mediaturda buraxılış və qəbul imtahanının qiymətləndirməsi prosesini mediada işıqlandırıb. Patrulazın verdiyi məlumata görə, tədbirin əvvəlində DİM-in mətbuat katibi Xanlar Xanlarzadə çıxış edib. Daha sonra DİM-in aparat rəhbəri Vəfadar Misirov çıxış edərək, onun sözlərinə görə mərkəz imtahan materiallarının vaxtında ictimaiyyətə təqdim olunması üçün fasiləsiz iş aparır. DİM-in markerlərlə iş şöbəsinin müdürü Aydın Qasımov isə ümumilikdə 3 milyona yaxın qiymətləndirmə həyata keçirildiyini qeyd edib. Aydın Qasımov həmçinin Laçın və Cəbrayılda da bu üsullarla yoxlama proseslərinin həyata keçirildiyini vurğulayıb. O, təkcə riyaziyyat fənnindən 50 mindən çox adamın imtahan verdiyini qeyd edib. DİM-in beynəlxalq əməkdaşlıq şöbəsinin müdürü Elmir Şirinov da onlayn marker sisteminin beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlərdən bəhs edib. Və bu işlə məşğul olan ən yüksək səviyyəli qiymətləndirmə təşkilatları, bu xidməti göstərənlər belə bununla bağlı araşdırmalar aparılır. Biz soruşanda ki, süni intellekti harda tətbiq edirsiniz, onlar ən yaxşı halda məktəb daxilindən məsləhət xidmət vermək üçün səviyyəsindən. Tədbir zamanı media nümayəndələri müəllimlərin imtahan nəticələrini necə yoxladıqlarını da izləmək imkanı əldə ediblər. Gördüyünüz kimi burada müəllimlər yoxlama prosesini həyata keçirərək qiymətləndirmə ilə yekunlaşdırırlar. O şagirdlərin, abituriyentlərin verdiyi cavablara görədir. Biz bəzən olur ki, onun üzərində çox düşünməli oluruq ki, onlar anladıqlarını necə ifadə ediblər. Bəzən də cavab tam dəqiq olur, tez keçə bilirik. Yəni cavabı mütləq lazım gəlir, dərindən yoxlamaq. Bəli, abituriyentin verdiyi cavabdan. Ellər olur ki, dəqiq cavab verirlər. Ellər olur ki, biraz ətrafında dolanırlar, onu biz düşünməyə çalışırıq ki, görək onu necə açıqlayıblar, cavaba yaxınlaşıblar ya yox. Açıq tipli suallardır da, düzdür bunlar. Bəs xəttləri istərdə xətt oxumağa çalışırıq. Laf belə bəzən onlar səhv yazıb, düz yazıb üstdən xətt çəkiblərsə, sonra qayıdıb səhv yazıblarsa biz yine onu fikirləşdik ki, həyəcanlanmı nədənsə bu bunu bu şəkildə edib. Buna görə çalışırıq ki, düz variantını qəbul edək ki, uşaqların xeyrinə həll olmuş olsun. Bəs xətt oxunmadıqda nə edirsiniz? Yəni başa düşülmədikdə? Bunu çalışırıq ki, oxuyaq. Oxuya bilməyəndə burada qeyd hissəsi var. Bu qeyd hissəsində biz yazırıq ki, xətt oxunmur, skan oxunmur kimi belə bir şey yazırıq. Mediaturun yekununda isə KİV nümayəndələri DİM rəsmilərinə suallar ünvanlayıblar. Dövlət İmtahan Mərkəzinin əməkdaşı Aydın Qasımov hazırda bizim Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda imtahanlarda istifadə olunan yazılı tapşırıqların qiymətləndirilməsi prosesinin üçün mediatur, infotur təşkil olunur. Yoxlama proseslərinin təşkili ilə bağlı, keçilməsi ilə bağlı qısa olaraq neçə məqamı qeyd etmək istərdim. Hazırda bizdə mart ayının 2-sində və 9-da 11-ci siniflər üçün təşkil edilən buraxılış imtahanlarının yazıcı ilə yoxlama prosesi həyata keçirilir. Yoxlama prosesi demək olaraq ki, artıq yekunlaşmaq üzrədir. Əvvəlcədən elan olunduğu kimi hər iki imtahanın nəticələri 6 həftə ərzində